Salam hörmətli müəllimlər. Biz bugün Nüşabə Məmmədovanın təqdimatında biologiya fənni üzrə canlıların quruluşu, müxtəlifliyi və bioloji proseslər haqqında olan test tapşırıqlarının izahına nəzər salacağıq. Salam Nüşabə xanım. Salam Pərvinə xanım. Nüşabə xanım, RT.edu.az saytında təhsil verənlərin sertifikatlaşdırılmasına dair qiymətləndirmə çərçivəsi artıq yayımlanır və müəllimlərimiz də onunla tanışdılar. Sizdən istəyimiz isə biologiya fənninə dair neçə məzmun sahəsinin olması və hər məzmun sahəsi üzrə neçə test sualının təqdim olunmasının nəzərdə tutulması haqqında məlumatın verilməsidir. Buyurun. Bəli, çərçivə sənədi verilib və müəllimlər hər halda bununla tanışdılar. Biologiyada 5 dənə bizim məzmun sahəmiz var və bu məzmun sahələrinə uyğun mövzular verilib və bu onların əlində bir açardır, yəni hazırlaşmaları asan olsun deyə. Bizim deməli işimizdə olan əsas məqsəd ondan ibarət olubdur ki, müəllimlər çətinlik çəkməsinlər. Və dərslərimiz də demək olar ki, buna həsr olunur. Birinci məzmun sahəmiz canlıların quruluşu və müxtəlifliyidir. Burada 12 sual təqdim olunacaq. Və bu mövzularda təbii ki, bizim dərsliklərimizdə olan mövzular demək olar ki, hamısı əhatə olunub. İkinci məzmun xəttimiz bioloji proseslərdir. Bu bioloji proseslər deyəndə buradan insan ayrılmır. Ona görə ki, insan da bir canlı varlıqdır, ən ali canlı varlıqdır. Onun da bu sahədə suallar gedəndə içində ona aid tapşırıqlarımız ola bilər. Burada amma ən mürəkkəb məsələlər olduğuna görə və burada 15 sual gedir. Yenə də dərslikdə olan məsələlər hamısı demək olar ki, 100% əhatə olunur. Üçüncü məzmun sahəmiz insan və onun sağlamlığıdır. Mən qeyd elədiyim kimi, insanın quruluşu haqqında ən çox ikinci məzmun xəttində suallar hazırlanır. Burada insana aid olan bütün deməli dərsliklərimizdə nə qədər xəstəliklər, ilk yardımlar varsa, onlar haqqında suallar hazırlanır. Dördüncü məzmun xəttimiz təkamüldür. Təkamülə ayrıca yer verilir və burada da bizim sualların sayı, amma bayaq qeyd elədim, orada da sualımızın sayı 11 idi. İndi təkamüldə 6 sualımız var, yenə də əhatə olunubdur mövzular və axırıncı məzmun xəttimiz, məzmun sahəmiz ekologiyadır. Yəni, İnsanlar, bütün canlılar, ətraf mühitə aid nə qədər onların uyğunlaşmaları varsa, qarşılıqlı münasibətləri, əlaqələri varsa, yəni biz buna elə ekoloji proseslər deyirik, orqanizm və ətraf mühit deyirik. Burada da suallar yenə dərsliyimizdə olduğu kimi, hansı sinifdə olmasından asılı olmayaraq, burada bunlar təqdim olunacaq. Mən burada bir məsələni xüsusilə qeyd eləmək istəyirəm. Cəmiyyət içərisində bəzən belə suallar gəzir. Botanikadan sual düşmür, zoologiyadan sual az düşür. Əziz müəllimlərim, bunu heç kəs deyə bilməz. Yəni, burada canlının quruluşu deyəndə, bu canlı, siz bilirsiniz ki, 4 aləmimiz var. O 4 aləmdə bakteriyanın da quruluşu ola bilər, heyvanın da quruluşu ola bilər, hətta canlı varlıq olan virusun da quruluşu ola bilər. Yəni, biz bilmirik ki, burada sual nədən düşə bilər. Amma suallar əsasən dediyimiz qaydada, çərçivədə əhatə olunmuş mövzular ətrafında olur. Və sonuncu məzmun sahəsinə görə bizim 6 dənə tapşırığımız var. Bəli, yəni 12 sual birinci məzmun sahəmizdədir, 15 sual ikinci məzmun sahəmizdədir, üçüncü məzmun sahəmizdə 11 sualdır, axırıncı 2 sahədə isə 6-6 sualla əhatə olunur. Ətraflı məlumat üçün təşəkkür edirik Nüşabə xanım. İndi isə gəlin test tapşırıqlarının izahına keçək. Əziz müəllimlər, deməli bizim birinci məzmun xəttimiz dediyimiz kimi canlıların quruluşu, müxtəlifliyi idi. İkinci məzmun xəttimiz isə bioloji prosesləridir. Biz burada sizə 2 məzmun xəttinin əhatə elədiyi suallar hazırlamışıq və çalışırıq ki, sizi müəyyən dərəcədə məlumatlandıraq. Gəlin birinci sualımıza baxaq. Birinci sualımız nədən ibarətdir? Bütün canlılara aid olanları seçin. Deməli, burada məqsəd nədir? Bayaq qeyd elədiyim kimi, yəni canlıları cansızdan fərqləndirən əsas cəhətlər nədir? Mən bura baxıram. Fəal hərəkət, maddələr mübadiləsi, çoxalma, qıcıqlanma, inkişaf, refleks, toxumalar. Əgər biz biliyimizi yadımıza salsaq ki, burada məndən nə istənir, onda baxacam. Bütün canlılarda fəal hərəkət yoxdur. Çünki bitki fəal hərəkətə malik deyil. Bir misal, maddələr mübadiləsi bu bütün canlılara aiddir. Maddələr mübadiləsi olmasa canlı yaşaya
bilməz. Çoxalma bütün canlılara aid deyil. Məsələn, biz seleksiyada, uzaq hibridləşdirmədə bəzi heyvanların çoxalma qabiliyyətinin olmamasını bilirik. Deməli, bu bütün canlılara aid olan xüsusiyyət deyil. Qıcıqlanma, təbii canlılarda qıcıqlanma var, hamısında var. İnkişaf var. İnkişaf deyəndə biz burada deyirik ki, inkişaf ola bilər, yoxsa ola bilməz. Mən nəzərimdə saxlayıram. Görəsən, siz fikirləşirsinizmi ki, ola bilər, ola bilməz? Refleks, ola bilər, ola bilməz. Yenə yadımda saxlayıram. Görəsən, bütün canlılara refleks doğrudan da ola bilərmi? Və yaxud da toxumalar. Deməli, bax, bunları siz fikirləşməlisiniz ki, mən gördünüz, birbaşa cavab demədim. Görəsən, olar, yoxsa olmaz. Onda gəlin cavabına baxaq. Cavab neçədir? 2, 4, 5. Yəni, burada maddələr mübadiləsi gedir. 4-cü qıcıqlanma gedir. 5-ci inkişaf gedir. Niyə refleks demədik? Ona görə ki, bir hüceyrələrdə refleks yoxdur. Sadəcə qıcıqlanmadır. Gəlin, növbəti sualımıza keçək. Çox vaxt, əziz müəllimlərim, belə bir necə deyim, o gözdən qaçan suallar olur ki, və sonra da deyirlər, bu hardan gəldi, çıxdı bura. Gəlin, baxağın. Şagird kökün böyüməsini müşahidə etmək üçün kök üzərində xətlər qoyub, bir neçə gündən sonra onları ölçüb nəticə çıxardı. O, hansı tədqiqat üsullarından istifadə etdi? Mən tədqiqat üsullarını yadıma salıram. Yadıma salıram ki, biologiyanın tədqiqat üsulları müşahidədir. Yəni, şagird nə isə müşahidə eləyir və o müşahidə etmək üçün çox vaxt eksperiment aparır, yəni təcrübə aparır, sonra isə onu ölçür və sonra nəticə çıxardır. Amma biologiyada nəticə çıxarma yoxdur. Yəni, bu bizim dediyimiz suala girməyən bir cavab olardı. Ona görə də yenə də buradan cavablara nəzər salanda, mən burada təcrübə aparma, müşahidə, nəticə çıxarma, biz heç vaxt biologiyada tədqiqat üsulu nəticə çıxarmadı demirik. Ona görə də bunu mən cavab götürə bilmərəm. Ölçmə, müşahidə, preparat hazırlama. Bu tədqiqat üsulu deyil. O, onun sadəcə bir vasitəsidir. Eksperiment, ölçmə, müşahidə. Artıq bu mənim nəyim olur? Cavabım olur. Burada yenə də ortada, misal üçün, təcrübə aparma, eksperiment, ölçmə, ikisi eyni mənanı kəsb elədiyinə görə, onu mən cavab götürə bilmərəm. Tədqiqat aparmaq, ölçmə, müşahidə. Tədqiqat aparmaq dedik, bu bizim artıq vasitəmiz, daha doğrusu tədqiqat üsulumuz deyil. Ona görə də bizim cavabımız eksperiment, ölçmə və müşahidədir. Gəlin növbəti sualımıza keçək. Saf qurdlara qədər rast gəlinməmişdir. Burada artıq təhlil aparılmalıdır ki, görəsən, saf qurdlara qədər nə olmayıb? Və biz orqanlar sisteminin qurdlarda planaridə artıq yarandığını qeyd eləmişik. Planaridə orqanlar sistemi hansılarıdır deyəndə biz bunu bilirdik. Yəni onda əsasən, düzdür, alimlərimizdə bəzən müxtəlif fikirlər olur. Ancaq şagird səviyyəsində öyrənəndə biz deyirik ki, onların həzm sistemi var, onların sinir sistemi var, onların çoxalma üzvlər sistemi var, onların ifrazat sistemi var. Amma burada biz birbaşa sistemdən söhbət getmir. Bəs onun hansı orqanları var həzmi sistemində? Biz sadəcə deyirik ki, ağız, udlaq, bağırsaq. Bu testdə əsas məqsəd nədir? Bəzən kitablarda yazıda verilmir, ancaq şəkildə verilir. Bax, əsas məqsəd burada odur ki, biz şəkillərə də çox diqqətli olaq. Gəlirik növbəti sualımıza. Sarkodinlər, mərcan polipləri, saf qurdlar, qarnayaqlılar, pulcuqlular, qığırdaqlı balıqlar, tısbağalar. Sadaranlardan hansıların xarici skeleti var? Deməli, burada bizim üçün əsas məsələ nədən ibarətdir? Müəllimlərim, siz bilirsiniz ki, ümumiyyətlə onurğalılara qədər bizim xarici skelet olub heyvanlar aləmində. Ancaq onurğalılarda biz deyirik ki, daxili skelet var. Burada məqsəd nədən ibarətdir? Deməli, burada hansıların xarici skeleti var? Sarkodinlər, mərcan polipləri, qarın ayaqlılar, tısbağalar. Oxuyuram cavabları. Mərcan polipləri, qarın ayaqlılar, pulcuqlular. Sarkodinlər, qarın ayaqlılar, pulcuqlular, tısbağalar. Qarın ayaqlılar, pulcuqlular, tısbağalar. Sarkodinlər,
qığırdaqlı balıqlar və tısbağalar. İndi gəlin cavaba baxaq və analiz verək. Misal üçün, niyə burada sarkodinlər, siz artıq bilirsiniz ki, ibtidai heyvanlarda hətta xarici skelet var. Foraminifərlər, radialyarilər, bunlar xarici skeletə malikdirlər. Buradan, misal üçün, qarnayaqlılar, artıq bu mollusklardır, bunların təbii ki, çanağı var, xaricidir. Niyə tısbağa götürülüb? Ona görə ki, tısbağa onurğalı olduğuna baxmayaraq, onun çanağı qabırğalardan yaranıb. Bax, burada məqsəd budur ki, diqqətli olaq. Niyə, misal üçün, burada bu cavab götürülüb? Digər cavablarda isə, misal üçün, burada pulcuqlular verilib. Pulcuqlularda pulcuq skelet deyil. Bax, buna görə də, misal üçün, burada. Və yaxud da ki, qığırdaqlı balıqlar artıq burada o cavab deyil. Yəni, ümumiyyətlə, nəzərdən keçirdəndə artıq bizim cavabımız nə olur? Bizim cavabımız dediyimiz olur. Yəni, cavabımız bu olur. Aydın oldu? Yəni ki, bax, əziz müəllimlərim, burada diqqətli olmaq lazımdır ki, biz məntiqi şəkildə də nə isə nəzərimizdə tutaq. Sırf faktologiyaya getməyək. Gəlin, növbəti sualımıza baxaq. Neçəsində hərəkətə yalnız ətraflar xidmət edir? Deməli, burada xanı balığı, timsah, şimpanzi, may böcəyi, sərçə, bal arısı, insan, hörümçək. Gəlin, birbaşa cavablarına baxaq və üstündə izah eləyək. Deməli, baxırıq 4. Mən baxıram, xanı balığında görəsən götürümmü? Bunu nəzərimdə saxladım. Bax, müəllimlərim, test işləyəndə həmişə belə yadınızda saxlayın. Timsahın ətrafı var. Şimpanzinin ətrafı var, may böcəyinin ətrafı var, bal arısının ətrafı var, sərçənin ətrafı var. Amma insan, hörümçək. Deməli, burada yalnız ətraflar xidmət edir söhbəti var. Mən baxanda yalnız ətraflar xidmət edir. İndi gəlin burada baxağın. Timsahda hərəkətə, bunu nəzərimdə saxlayıram. Timsahda hərəkətə nə xidmət eləyir? O suda üzəndə quyruq da ona kömək eləyir. Deməli, bunu mən götürmürəm. Şimpanzi ətraflar. May böcəyi qanatları var, o ətraf deyil. Bal arısı onun kimi. İnsan ətraflar. Hörümçək ətraflar. Xanı balığı, gəldik, çıxdıq. Bu olmaz və sərçə olar. Aydındır? Yəni, sərçənin də qanadı onun ətrafıdır. Deməli, 4 dənə orqanizmi də burada nə var? Yalnız ətraflar hərəkətə xidmət eləyir. Çünki xanı balığında üzgəclərdir, bu da biraz problemli məsələdir. Amma orada üzgəcə biz ətraf demirik. Hələ üzgəclər ətrafların başlanğıcı olacaq ki, ondan qurbağalarda ətraf yaranacaq. Onu mən ətraf götürmürəm. Növbəti sualımıza keçək. Öz-özünə tozlanan çiçəkli bitkinin rüşeyin hissəsində diploid xromosom yığımlı 2 hüceyrəyə rast gəlinirsə, deməli, mərkəzi hüceyrə mayalanmamışdır, zigot yaranmamışdır, spermin xromosom yığımı 2N-dir, haploid xromosom yığımlı hüceyrə mayalanmamışdır, mərkəzi hüceyrə triploiddir. Deməli, burada yenə də fikirləşmək lazımdır. Bu nə deyir? Öz-özünə tozlanan bitkidən söhbət gedir. Bilirik ki, öz-özünə tozlanan bitkidə qametlər özləri mayalandırır, zigot yaradır. Deməli, mən bura nəzər salanda mərkəzi hüceyrə mayalanmamışdır. Əgər mərkəzi hüceyrə mayalanmayıbsa, deməli, burada hələ spermi daxil olmayıb. Zigot yaranmamışdır. Ola bilər ki, zigot yaransın. Spermin xromosom yığımı 2N-dir. Onun spermi 2N ola bilməz. Haploid xromosom yığımlı hüceyrə mayalanmamışdır. Haploid xromosom yığımlı, o yumurta hüceyrədir. O yumurta hüceyrə mayalananda zigot yaranır. Mərkəzi hüceyrə triploiddir. Mərkəzi hüceyrə triploid isə deməli, bu bizim cavabımızı ödəmir. Onda mənim cavabım mərkəzi hüceyrə mayalanmamışdır. Onda bizə sual verəndə ki, bəs niyə biz 2 dənə hüceyrə götürürük? Ona görə ki, spermin biri daxil olub artıq yumurta hüceyrəni mayalandırıb, onun xromosom yığımı olubdur 2N. Mərkəzi hüceyrə mayalanmayıb hələ, onda onun da xromosom yığımı 2N olduğuna görə orada biz 2 hüceyriyə, yəni diploid xromosom yığımlı 2 hüceyriyə təsadüf
edirik. Gəlin növbəti sualımıza baxaq. İnsanın somatik hüceyrəsi bölünən zaman anafaza mərhələsində xromosom, xromatid və DNT molekulların sayının cəmi 828 olmuşsa, sonda neçə hüceyrə yaranmışdır? Gəlin elə birbaşa bunun izahına baxaq və bu izahda biz nə görürük? Bilirsiniz ki, anafaza mərhələsində, somatik hüceyrədə bizim 46 xromosom yığımımız olduğuna görə, burada anafazada xromatidlər qütblərə çəkilib və 138 niyə? Artıq bizim xromosomlar burada bir xromatidlidir və DNT də artıq orada bir zəncirdən ibarətdir. Deməli, burada xromosom, xromatid, DNT eyni zamanda burada da. Bunların cəmi 138 eləyir. Deməli, burada biz baxırıq, altını vuranda bizim 46 eləyir, 276. Artıq xromosomumuz. Və 276-mızı buradan götürürük ki, biz x-i tapmaqdan ötürün. Əgər 276 burada 2 hüceyrə yaradacaqsa, onda 828x yaradar. Və burada biz bölürük, məlum olur ki, bizim 6 dənə hüceyrəmiz var. Nəyə görə? Çünki bölünəndən sonra birindən 2 dənə hüceyrə yaranır. Ona görə də cavabımız neçə olur? 6. Və növbəti sualımız. Qadının yumurtalığının çoxalma zonasında anafaza mərhələsində olan hüceyrələrdə xromosom, xromatid və DNT molekullarının sayı 828 olmuşdur. Bölünmədən sonra alınan hüceyrələr böyümə və yetişmə mərhələlərini keçirmişlər. Sonra neçə hüceyrə, neçə qamet alınmışdır. Fikir verirsinizsə, bunun başlığı əvvəlki testimizə uyğundur. Burada məqsəd mitozla meyozu fərqləndirməkdir. Deməli, burada biz görürük ki, bizim artıq somatik hüceyrədən yox, artıq söhbət gedir cinsiyyət hüceyrələrinin yaranmasından. Biz bilirik ki, hüceyrələrin çoxalması zamanı, yəni cinsiyyət hüceyrələrinin çoxalması zamanı bizim 3 mərhələmiz var. O mərhələnin biri çoxalma mərhələsidir. Orada onlar somatik hüceyrə kimi bölünürlər, xromosom yığımları 2n olur. Amma sonra elə ki, onlar düşdülər, yəni böyüdülər və yetişmə mərhələsinə düşəndə burada artıq meyoz prosesi gedir. Və meyoz prosesində biz bilirik ki, erkəklərdə bir hüceyrədən 4 hüceyrə, onun 4-ü də qametə çevrilir. Amma dişilərdə isə bir hüceyrədən 3 dənə yönəltici cisimcik sonda, bir dənə isə qamet alınır. Buna görə də buna tətbiq eləyəndə, həmin bayaqki məsələ həllini buna tətbiq eləyəndə ki, artıq orada meyoz prosesi gedəcək. Meyozun birinci mərhələsində xromosom sayı 2 dəfə azalır. Xromatid sayı 2 dəfə azalır. DNT-nin miqdarı 2 dəfə azalır. Amma meyozun artıq ikinci mərhələsində xromatid sayı elə 2 dəfə azalmış vəziyyətdə qalır. Xromatidlər 4 dəfə azalır, DNT-nin miqdarı 4 dəfə azalmış olur. Onda sonda bizim 24 və 6 cavabımız alınır. Yəni, bizdən soruşulan neçə hüceyrə, 24 hüceyrə, 24-ü biz artıq 4-ə böləndə neçəsi düşür? 6-sı. Onun biri də qametə çevrilir. Növbəti sualımıza baxaq. Deməli, DNT molekulunda olan bir nukleotid minimum və maksimum neçə rabitə əmələ gətirə bilər? Gəlin şəkilə nəzər salaq. DNT molekulası 2 zəncirlidir və biz bilirik ki, bunların nukleotidləri adenin, timin, sitazin, guanindir. Adenin timinlə komplementardır, sitazin guaninlə komplementardır. Adenin timinin arasında 2 hidrogen rabitəsi var, sitazin guanin arasında isə 3 hidrogen rabitəsi var. Burada və bir zəncirdə isə hər biri kovalent rabitə ilə bir-biri ilə nukleotidlər birləşir. Deməli, onda mən götürəndə adenin artıq bir kovalent rabitə ilə birləşib, 2 dənə də hidrogen rabitəsi ilə. Deməli, burada oldu 3 rabitə. Minimum. Amma mən onun yerinə sitazin götürsəm 4 olar. Maksimum neçə rabitə? Onda sitazinlə guanin ortada olan, yəni burada olan həmin o nukleotidlər 3 dənə hidrogen rabitəsi gətirir əmələ. 2 dənə də kovalent rabitə, deməli 5 olur. Ona görə də cavabımız neçə olur? Cavabımız bizim 3 və 5. Minimum 3, 1 nukleotid. Maksimum 5 rabitə əmələ gətirə bilər. DNT molekulasında olan sitazin nukleotidlərinin sayı adenin nukleotidlərinin sayından 3 dəfə çoxdur. Əgər molekulda
adenin nukleotidlərinin sayı 60 olarsa, cəmi neçə hidrogen rabitəsi olar? Əziz müəllimlərim, niyə mən ikinci dəfə, bəlkə də növbəti də üçüncü dəfə DNT-yə toxundum? Çünki burada siz bilirəm, çoxlu test kitabçalar işləyirsiniz və orada müxtəlif səpkidə testlərə rast gəlirsiniz. Məqsəd burada onun məğzini tutmaqdır. Yəni, çox asan bir yolla mən bunu həll eləyə bilərəm. Necə həll eləyə bilərəm? Adenin, timin və deyirik ki, sitazin, guanin ondan 3 dəfə nədir? Çoxdur. Və burada 60 adenin var, 60 timin var, elə 60 rabitəsi var. Və burada 60 vurmuşam 3-ə 180. Yəni, bunların arasında artıq 3 qat rabitə var və siz bilirsiniz ki, nukleotidlərin cəmi və üstünə bir nukleotidin sayını gələndə artıq burada bütün orada olan hidrogen rabitələrinin sayını verir. Deməli, burada qeyd elədiyim kimi, bunların cəmindən bir dəfə də, yəni birinin sayını gəldi üstünə 540 rabitə və bunları cəmlədik, elədik 660. Və gəlirəm növbəti, yenə DNT-yə toxunuruq. DNT molekulasında olan sitazin nukleotidlərinin sayı timin nukleotidlərinin sayından 3 dəfə çoxdur. Əgər timin nukleotidlərinin sayı 60 olarsa, cəmi neçə rabitəsi olar? Deməli, burada biraz tərs elə bil ki, yönə çevrildik və burada yenə də nəzər salanda, burada baxaq, artıq 60-60, yenə 540 rabitəmiz var. 660 rabitənin bayaq alındığını, yəni o birisi testimizdə qeyd eləmişdik. Bilirik ki, bizim 2 zəncirimiz var. 2 zəncirdən artıq biz 2 dənə nə çıxırıq? Molekulanın, su molekulasını, kovalent rabitəni çıxırıq. Su molekulasını yox, kovalent rabitəni biz oradan çıxdıq. Deməli, burada 478 kovalent rabitə qaldı. Və mənim burada rabitələrimin sayı nə qədər idi? 660. Onun da üstünə 478 cavabımız elədi. 1138. Deməli, bu bizim başqa bir səpkidə olan testimiz olur. Və burada 27 yaşlı qadında yetişməmiş yumurta hüceyrələrinin sayı yaşı 40 olarkən hansı qrafika uyğun gəlir? Əzizlərim, burada ola bilər ki, siz, məsələn, bunlara baxanda bilirik ki, artıq yeniyetməlik yaşına çatmış bir şəxsdə yumurta hüceyrələrin sayı getdikcə azalmağa başlayır, yetişməmiş. Ona görə də tərs mütənasiblik var. Birdən elə bilərsiniz ki, bu yaşdır, niyə yaş artdıqca bu azalır, belə çəkilmir? Bu tərs mütənasiblikdir. Yəni, bunu biz hiperbola kimi də verə bilərik. Yəni, burada yaş artdıqca yumurta hüceyrələri yetişir, ovulyasiya prosesi baş verir, onun sayı azalmağa başlayır. Yəni, yaşla yetişməmiş yumurta hüceyrələrinin sayı tərs mütənasibdir. Yəni, bizim cavabımız budur. Burada yenə DNT-yə toxunmuşuq, amma burada zülal biosintezi var. Yəni, çətinlik çəkiləcək məsələlərdən biri də bu olur. Və biz burada bilirik ki, bizim transkripsiya və translyasiya proseslərimiz gedir. Translyasiya prosesində artıq tripletlərdən zülal molekulası sintez olunmağa başlayır və burada bizə verilən məsələdə. Deməli, nukleotidlərin sayı 1200 olmuşdur. Bu DNT molekulasıdır. Transkripsiyada birinin üzərindən götürülür. Yəni, ən yaxşısı birincinin üzərindən translyasiya baş verir. Translyasiyada deməli bunun yarısı iştirak eləyəcək. Yəni, onun yarısı iştirak eləyir və bunun da 3 nukleotidi bir triplet əmələ gətirir. Və o tripletlər də kodlaşırlar, eləyirlər artıq nə? Bizim zülal molekulası. Ona görə də bizim burada cavabımızda 1200, deməli 1198, buradan çıxdıq ikisini və bunun alınan zülal molekulasında 50 bizim tripletimiz var. Deməli, burada bizim 2 suyu buradan çıxdıq, 1 suyu da buradan çıxdıq və cəmlədik, elədi 1247. Deməli, burada bizim cavabımız 1247 olur. Əziz müəllimlərim, diqqətinizə görə təşəkkür edirik. Ümidvaram ki, bugünkü bizim izahatımız sizə sertifikasiya imtahanında müəyyən dərəcədə kömək eləyəcək. Mən sizə uğurlar arzulayıram. Nüşabət xanım, geniş izahınıza görə biz sizə təşəkkür edirik. Çox sağ olun ki, ətraflı izah verdiniz. Əziz müəllimlər, biz bugünlük verilişi yekunlaşdırırıq. Növbəti verilişlərdə görüşənə qədər.